Sabirabad rayonunda 35 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü kənd sakini İlqar küçədə qohumu Vüsal ilə qarşılaşıb. Bu zaman onun yadına Vüsal tərəfindən məlum hadisədən 2 ay əvvəl təhqir olunması düşüb. O buna görə qisas niyyəti ilə yumruqla Vüsalın sağ gözaltı nahiyəsinə bir dəfə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən İlqarın sözlərinə görə Vüsal onun bacısı Saranın həyat yoldaşıdır. Onunla münasibətlərimiz daim olaraq qaydasında olub. Təxminən 2 ay əvvəl Vüsal ilə aramızda qardaşının qapısının kənarında dayanaraq dostum ilə söhbət etməyimə narazılıq etməsi səbəbindən sözlə mübahisəm oldu. Lakin həmin zaman biz barışdıq deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həmkəndlisi olan Əhməd adlı şəxsin oğlunun əsgər getmə mərasimində çıxıb və çayxanaya piyada gedən zaman yolda Vüsal ilə rastlaşıb. Onu görən zaman 2 ay əvvəl ünvanıma söydüyü söyüş yadıma düşdü. Onun yanına çatan kimi sağ gözaltı nahiyəsinə yumruqla zərbə indirdim, sonra isə oradan getdim deyə o ifadəsində qeyd edib. Zərərçəkmiş Vüsal ifadəsində göstərib ki, təxminən məlum hadisədən 2 ay əvvəl İlqar ilə aralarında küçədə qurduğu kameraya baxaraq ona hansı səbəblə qardaşının qapısının kənarında dayanaraq dostu ilə söhbət etməyinə narazılıq etməsi səbəbi üstündə sözlə mübahisə olub, lakin həmin zaman onlar barışıblar. Sonuncu dəfə həmkəndlim Əhmədin oğlunun əsgər getmə mərasimindən çıxdım və çayxanaya gedən zaman yolda İlqarla rastlaşdım. O yanıma gəldi, mən elə zənn etdim ki, nəsə deyəcək. Çatan kimi sağ gözaltı nahiyəmə yumruqla zərbə indirdi. İlqarın məndən böyük olduğu üçün ona cavab vermədim. Lakin məni səbəbsiz yerə vurmasını qəbul edə bilmədiyim üçün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim deyə zərərçəkmiş ifadəsində göstərib. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib, o təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, onunla barışdığını, şikayəti olmadığını deyib. Təqsirləndirilən şəxs isə əlavə olaraq deyib ki, zərərçəkmişdən baş vermiş hadisəyə görə üzr istəyib, zərərçəkmiş şəxs də onu bu səbəbdən bağışlayıb. Sabirabad rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib, iş üzrə icraata xitam verilib. Şəmkir rayonunda 26 yaşlı oğlan qeyri-rəsmi münasibətdə yaşadığı qadına xəsarət yetirib. 2000-ci il təvəllüdlü Mədəd birgə yaşadığı fərdi yaşayış evində aralarında ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı əli ilə qeyri-rəsmi münasibətdə olduğu Nuranənin üz nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib. Faktla bağlı Mədədin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Mədəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Nuranə ilə 7 aydır qeyri-rəsmi olaraq birlikdə yaşayırlar. Məlum hadisə günü axşam saatları Şəmkir rayonunun digər kəndində olan kafeyə getdim. Həmin kafedə spirtli içki qəbul etdim və sərxoş oldum. Həmin vaxt Nuranə ilə aralarımızda qısqanclıq zəminində əvvəlcədən yaranmış mübahisələrimiz yadımıza düşdü deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra həmin gün gecə saatlarında Şəmkir şəhərində Nuranə ilə birlikdə yaşadıkları evə gəlib.
Bu zaman aramızda yenidən qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı əllərim ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurdum. Bundan sonra isə oradan olan şəxs bizi ayırdı. Mən də öz otağıma keçərək yatdım deyə o ifadəsində göstərib. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin ifadəsindən məlum olub ki, onlar arasında barışıq olub. Zərər çəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu 36 yaşlı oğlana qarşı şikayətçi olmadığını deyib. Şəmkir rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənmiş şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Göygöl rayonunda restoranda dava olub, hadisə Göygöl rayonunun Toğanaqlı kəndində yerləşən Gözəl Məkan restoranının yaxınlığında baş verib. 1996-cı il təvəllüdlü Emin orada tanışı Azərlə rastlaşıb. O, həmin vaxt Azərin borcunu tələb edərək nalayiq ifadələr işlətməsini bəhanə gətirib, bunun üçün heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan xulqanlıq hərəkətləri edib. Emin bu hərəkətlərinin davamında Azəri nalayiq ifadələrlə söyüb, təhqir edib, sonra isə özü ilə gətirdiyi istintaqa zamanı əldə edilməsi mümkün olunmayan silah qismində istifadə edilən kəsici alət göstərib. Daha sonra Azərin üzərinə hücum çəkib və qəsdən onun sinə nahiyəsinə, sağ qol nahiyəsinə və qasıq nahiyəsinə zərbələr vuraraq xəsarətlər yetirib. Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, hadisə Göygöl rayonunun Toğanaqlı kəndində yerləşən Gözəl Məkan restoranında çıxan zaman baş verib. Restorandan çıxan zaman qarşılaşdıq. Hər ikimiz tək idik. Azərə 15 manat borcum var idi. Restoranda mənim əvəzimə hesab ödəmişdi. Azər pulu istəyəndə aramızda mübahisə yarandı, mənə söyüş söydü. Üzerimdə olan balaca bıçaqla onun qoluna xəsarət yetirdim. Azəri əvvəldən tanıyıram, bir kəndliyik deyə o ifadəsində göstərib. Göygöl rayon məhkəməsinin hökmü ilə Emin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.